Yalçının verilişi ilə rəngarəng zaur. Mən sizə qadağa qoyuram. Mənim adımı çəkməyin və şəklimi də oradan yığışdırın. Mənim ehtiyacım yoxdur sizə. Mən zaten televiziya ilə tanınmamışam. Mən televiziya o vaxtı tanıtmaq istəyəndə məndən pul istəyiblər. Qəpik-qəpik yığıb aparıb, bütün müğənnilərin çoxu o cür olmuşuq da. Mən YouTube-la tutuzdurmuşam. Mən sosial şəbəkə ilə tutuzdurmuşam. Ondan sonra yalvarıblar ki, gəl yuxarı başa keç. Mənə lazım deyil. Mənə lazım deyil o cür belə deyim ki, səviyyəsiz söhbətlər, Mən izləyicilərimə görə hərdən fikirləşirəm ki, izləyicilərim məni o cür tanımamalıdır axı. Dostlar, baxın, bu camiyyədə 2-3 savadlı müğənni varsa, onun savadlı və ziyalı. Yəni, mən küçədən sənətə gəlməmişəm, mən elmdən sənətə gəlmişəm. O birilər, bəzilərini deyirəm də, məsəl üçün, qız ərə getməyib at evində biz doğanlar helmdən gəlib, helmdən. Mən elmdən müğənniyə gəlmişəm. Yəni, mənim ali təhsili müəlliməyəm, mən fortepianistəm. Bizim evdə ən az xarici dil bilən mənəm. Yəni, 2 dil bilirəm. Azərbaycan, bir də rus. Türk dili də elə bizim öz doğma dilimizə yaxın deyə o dili səsləndirmədim. Amma bizim ailədəkilər alman dili, ingilis dili, hətta İspan dilini bilən ailə üzvlərim də var. Yəni, biz belə şeylərlə məşğul olmuşuq. Gözümüzü açıb evimizdə kitabxana görmüşük. Kənddəki evimizdən danışıram, Tovuzdakı evimizdən. Mən anadan olanda mən kitabxanaları, məsəl üçün, gözümü açıb görmüşəm, evdə kitab oxuyurlar belə. Bu, mənimlə söhbət salıb reklama, gündəmə gəlmək istəyənlərin də tərcümə halına baxın, mənim də. Ona görə də mən buradan bildirmək istəyirəm ki, bu biz doğulan məsələləri Şeyx Əbdülün fikirlərdir. Yeni qoşulanlara xatırlatma eləyirəm bir də oxuyuram. Çox uzun oxumayacağım. Xalq artisti, Azərbaycan Respublikasının fərdi təqaüdçüsü, kino rejissor, senarist və aktyor Şeyx Əbdül Mahmudbəyov Azxəbər.com-a açıqlamasında bildirib ki, bu cür doğuşlara vicdan əmələ gələn deyir. Biz nikahdan kənar sözünü elə bəzəmişik ki, indi hər kəs az qala qeyri-rəsmi nikahdan əkib doğmaq istəyir. Ona görə də belə doğuşları zinadan və vicdan doğulan adlandırmalıyıq ki, hər kəsdə buna qarşı nifrət yaransın. Hətta el arasında vicdan doğulan deyə söyüşün mövcud olması da təsadüfi deyil. Azərbaycan xalqı müxtəlif zamanlarda zinakarlığa qarşı konkret və obyektiv mövqe ortaya qoyub. Nəysə, sonrasını oxumuram, uzundur, vaxtınızı almıram. Ona görə də, dostlar, bunu mənim üzərimə yıxmaq ki, sənin nəyinə lazım? Mən yox, bu boyda böyük şəxsiyyət, ziyalı danışır. Sonra Könül xanım var, dəyərli jurnalist, salamlayıram buradan. Üzündən əxlaq yağır, üzündən ədəb-ərkan yağır. Necə gözəldir sosial şəbəkələrə girdikdə o cür xanımları görürsən. Məni də tənqid eləsin, nə olar ki, mən razıyam. Mən o cür düşünən beyinlərin məni tənqid eləməsinə razıyam. Mən özümlə bağlı 5 il əvvələ nəzər salıram. Bir də o söhbətə gəlirəm. Hər dəfə deyirəm ki, ola bilər eşitməyən dostlar olsun. Mən məsələn, Flora Kərimova məni təhqir etdikdə, bəli, təhqir. Mənə səhifəsində yazıb, hələ də oradadır. Biədəb sözlər, mən onları demək istəmirəm. Mən gərək cavab verməzdim. Təhqir idim, əşi. Nənəm yaşda xanımdır, yaxşı eləyib. Amma indi bunu belə demək asandır. Sizə tətbiq eləsəm, valla, siz də deyərsiniz ki, yox belə. Mən gərək ümumiyyətlə heç belə o qəşəng sözlərlə heç o cavabı da verməzdim də. Əslində mən onun xətrinə dəyən söz deməmişdim. O cavabı da verməzdim. Deyərdim, yaxşı eləyib. Damla necə demişdi? Deyir, yaxşı eləyib. Elə bilirsiniz, Damlaya da nə qədər sözdür. Elə olduqda, bax, mən səhvimi düzümü bilən adamım. Amma какой-нибудь səviyyəsi plintusdan aşağı olanlar kimlərsə. Yaxşı, sizə bir sual da verim. Mən öz işimdə görsəm ki, mənim işimdə axsımalar var belə məsələlərə görə. Elin gözündən düşmüşəm. Mən eləmərəm də çörəyimlə oynayıram. Sizi inandırım, o qədər real, ziyalı insanlardan. Birinci belə başlayırlar ki, hamını yaxşı tanıyır, Afət xanım. Niyə baş qoşursunuz? Hamının həyatı hamıya bəllidir. Amma sonra deyirlər ki, çoxsu deyir ki, yerini göstərmək lazım idi. Çünki bilirsiniz, indi elə bir zəmanət ki, şəri danışan adama cavab verməyəndə də bir cavab vermirsən, 2 cavab vermirsən, onda da bəzilər fikirləşir ki, yəqin bu düzdür ki, doğrudur ki. Baxın, şər danışan adamın tərəfini tutan kimi silikon dodaq, qaşını qırxıb alına çatdıran oğlanlar.
mənim vətənimin, mənim millətimin, mən düzdür biraz böyük deyirəm vətənin, millətin, bunu yaşlı sənətkarlar deməlidir. Yəni bizim millətimizin, bizim vətənimizin kişiləri qırxıq-qaş, silikon dodaq olmaz, xaricdən düşmənlər baxıb gülür. Mənə baxın, görün kimlər dəyər verir, kimlər qiymət verir. Ziyalılar. Baxın, fikrimiz necə üst-üstə düşür Şeyx Əbdülbəylə. Dediyim odur ki, dostlar, qaldı. Zaman-zaman yazırsınız, Afət xanım, məsələn də mən Rusiyada ailə qurub köçmüşəm. Bunu da 22-ci ilin fevral ayında bəyan eləmişəm ki, əziz Rusiyada yaşayan Azərbaycanlılar, gəlirəm Rusiyaya, ailə qurub gəlirəm. Bura gəlməyimdən də niyə məmnunam? Birincisi, mənim geyimim bura uyğundur, buradakı Azərbaycanlılarımıza. Oradakılar da bizim Azərbaycanlılarımızdır əlbəttə. Amma özünüz də yazırsınız videolarımın altında. Mən sevirəm örtülü geyinməyi. Biraz dekolte giyinən kimi siz də narahat olursunuz ki, Afət xanım, bu geyimi sizə yaraşdırmadıq. Çünki siz ziyalı xanımsınız. Mənim geyimim Rusiyada yaşayan Azərbaycanlıların geyimi ilə üst-üstə düşür. Xəsiyyətim üst-üstə düşür. Yəni, və ən birinci də ailə qrup. Yəni, qadın ailə qurduğu yerə gedər də, qadın kişini olduğu yerə gətirməz ki. Ona görə bir də ki, mən burada birinciyəm. Hansı səbəb? 3 səbəb deyəcəm. 3-ü də bir-birindən öndə olan səbəblərdir. Ən birinci səbəb ailə qrup gəlmişəm. İkinci səbəb. Yəni, zaksıma qədər də efirdə göstəriblər. Deyirlər, zaksın hanı. İkinci səbəb. Mən orada özünüz də görürdünüz ki, pandemiya düşənə qədər yaxşı idi işim. Pandemiyadan sonra dayandı mənim işim. Mən adlarını çəkməyəcəm. Müəyyən yerlərdə indi bu mənəm televizorda mənə söz atan müğənnilər var. Onlar gedib şou proqramda oxuyur da, orada mən də oxuyurdum. Yadınızda saxlayın, yaxşı pul qazanan, yaxşı toya dəvət alan müğənni şou proqramda oxumaz. Gedib orada, nə verirlər orada? 200 manatdan yuxarı pul vermirlər. Özüm belə öldürə 300-500 manat qoy versinlər. Yəni, bir də ki, işi gücü çox olan müğənni hər gün efirə çıxmır. Bir də dostlar, bu söz söhbətlərdə mən evimdə oturmuşam. Düzəmmi, səhvəmmi, onu qırağa qoyaq. Mən düzəm. Amma, bax, sizə bir sual verim. İndi oxuyacağım kommentləri. Dostlar, sizə sual verim. Evimdə oturmuşam, toydan gəlmişəm, səhərə yaxın yuxuya getmişəm, telefonların səsini almışam. Lazımdırmı kimsə efirdən çıxan mənim ünvanıma danışır? O deyə indi mənim fanat səhifəm paylaşıb, Mehirdadı salamlayıram. Mənə sual verirlər vəfadan. Çıxıb tərk eləyirəm efiri. Deyirəm, mənə sual vermə. Gördünüz, o gün adını çəkmirəm, bir arvada da sual verdilər. Dedi, mən fikir bildirmirəm. Çox belə mənə xoş gəldi. Çünki abırlı adam elə olar da. Yəni, abırlı adam fikirləşər ki, mənə 60 yaşında, indi 60da deyil, 62 yaşı var. 62 yaşında mənə qışda marujna lazımdır. Düz mən o gün də dedim, təkrarçılıq kimi çıxmasın. Mənim adım efirdə ancaq Ayzaur çəkə bilər, Tolik çəkə bilər. Digərlərinə ixtiyar vermirəm. Kimisə ora çağırtırıb mənim şəkilimi. Bax, Yalçın da adını çəkirəm. Yalçın, mənim şəkilimi qoyma. Dostuq, qardaş. Qoyma, lazım deyil. Mənim efirə ehtiyacım yoxdur. Efirin mənə ehtiyacı var. Mənim kartıma, nömrəmə bağlıdır. Kartıma pul qoyun. Adımı çəkin də. Pulsuz xeyir ola, mən sizə xeyir verməliyim. Sizin efirdənsə mən bəzənərəm. Girərəm Food City-dən, çıxaram Sadavoddan. Onunla da qəşəng reklamdır, xalqın da içində olursun. Ya da Sədərəkdən girərəm, Binə bazarından çıxaram. Mənə lazım deyil, siz gəlirsiniz ora, gələn müğənninin ağzını açılır. Bilirsiniz, üzr istəyirəm ifadəmə görə, konçinin adamlar var, məsələn, itiriləsə də heç nə yoxdur. Mən çıxım onlara nə baş qoşum, mənim adımı çəkib ağzına gələn deyənlərə. Mən cavab verə bilmərəm. Baxın, görün də kimlərdir, nə dansı yollarla nəyə gələndir. Mən axırıncı dəfə deyirəm, mənim adım ancaq Tolik çəkə bilər, bir də Ayzaur çəkə bilər. Hörmət elədiyim. İndiyə qədər baxın, görün, kimlərisə bir-birinə qırdırıblarmı? Yox. Əksinə, onlar odun üstünə su töküblər. Amma bu